Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək onu amansızlıqla öldürməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib və həbs qəti imkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib. Məhkəmənin ilk baxış iclası noyabrın 7-sinə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci il mayın 28-də Sabunçu rayonunun Maşdağa qəsəbəsində baş verib. 75 yaşlı Jalə Əskərxanovanın meyti mənzilində aşkar olunub. İlkin araşdırmalar onun bir neçə gün əvvəl bıçaqla öldürüldüyünü göstərib. Şübhəli şəxs qonşusu əvvəllər oğurluqda məhkum olunmuş 30 yaşlı Süleyman Cəbiyev tutulub. İstintaqa görə Süleyman Cəbiyev hasardan aşaraq qadının evinə girib. Onun boğazından tutaraq pulların yerini soruşub və daha sonra qadına bir neçə bıçaq zərbəsi endirib. O paltar dolabından 450 manat pul götürərək hadisə yerindən qaçıb. Hadisədən 4 gün sonra mərhumun yaxınları Jalə Əskərxanovanın onların zənglərinə cavab verməməsinə görə onun evinə gələrək meytini aşkar ediblər. Süleyman Cəbiyev ifadəsində bildirib ki, o qonşusunu tamam məqsədi ilə yox, hadisədən bir neçə gün əvvəl onu söydüyü üçün öldürüb. Buna görə də qadının evinə gəlib, məsələyə aydınlıq gətirmək istəyəndə isə qadın onu yenidən təhqir edib. Bundan sonra Süleyman Cəbiyev qadına xəsarətlər yetirib. Süleyman Cəbiyevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, o cümlədən xüsusi amansızlıqla adam öldürmə və quldurluq ittihamları irəli sürülüb.